Xalça festivalından bir gün vloqu. Bu dəfə yolum Xalça festivalına idi. Festivalın girişi lap fərqli idi. Başımın üstündən xalçalar asılmışdı. Çox gözəl və estetik görsənirdi. Burada da xanımlar xalça toxuyurdu. Burada F1 zonası da qurulmuşdu. Hətta F1-in maşının önündə özüm də çəkdim. Uşaqlar və gənclər üçün oyun konsolları da qoymuşdular. Sonra içəri şəhərdə bir yer gördüm. Dedim çəkim sizə də göstərim. Burada həm maraqlı xalçalar, həm tablolar, həm də çox zövqlü kəlağaylar vardı. Bir tərəfdə göydən parçalar asılmışdı, yerdə xalçalar düzülmüşdü. Konsert proqramı da təşkil olunmuşdu. Festivalda müxtəlif ölkələrin xalçaları nümayiş olunurdu. Azərbaycan, Türkiyə, İran, Özbəkistan, Dağıstan, Tataristan, Gürcüstan, Pakistan, Qazaxıstan, Meksika və başqa ölkələr var idi. Niko da burada papaq çəkirdi. Burada da kiçik bizneslərin maraqlı məhsulları var idi. Və belə festivaldan çıxanda düşündüm ki, bu dəfə həm kameram, həm də gözüm boş qalmadı.